Bu, Azərbaycan futbolunun tanınmış siması Şahin Diniyevin karyera və həyat etiraflarına dair ən vacib məqamların qısa xülasəsidir. Bilirsiniz, İdman və Biz portalına verilən bu müsahibə, gənc idmançının qaçırdığı qızıl fürsətdən tutmuş, bugünkü futbolumuzun problemlərinə və ən ağır şəxsi itkilərə qədər uzanan, sanki səhvlərdən öyrənilmiş gerçək bir həyat dərsliyidir. Birinci, karyeranın ən böyük səhvi və beynəlxalq təcrübə. Uşaqlığı taxta qapılarla futbola başlamaqla keçən Diniyev səmimi etiraf edir ki, ən böyük səhvi gənc yaşda sadəcə həyəcanlanıb, ölkənin əsas komandasına düşmək şansını qaçırmasıdır. Amma o, ruhdan düşmədi. Xüsusən də İsraildə illərlə oynayıb, əsil peşəkar futbolu mənimsədi. Adam düşünməyə bilmir. Görəsən, o ilk böyük imtihandakı gənclik həyəcanı olmasaydı, Diniyev bugün hansı zirvədə ola bilərdi? İkinci, məşqçilik uğurları və futbolumuz üçün təhlükə. O, oyuncu vaxtı qazandığı təcrübəni idarə etməyə daşıyaraq, sıfırdan komandalar qurdu, onları Avropa turnirlərinə qədər çıxardı. Lakin o, bugün xarici oyuncular üçün limitin ləğv edilməsindən yaman narahatdır. Baxın, legionerlər bəlkə də qısa müddətli nəticə verir. Amma sizcə də bu, uzun vədədə yerli gənclərin inkişafı qarşısında görünməz bir beton divar hörmək deyilmi?